Əgər iki əhl-i-sünnə alimi aralarında bir məsələdə ixtilaf edibsə, məsələn, bir məsələyə biri olar, biri olmaz deyibsə, avam cəmaatdan bir kəs, bu ixtilafda nə etməlidir? Elhamdülillah, hələ olanda bilənlərdən soruşmaq. Bu elmdir, ola bilər. Bir alim belə desin, bir alim belə desin. Bilməyən adam çaşıb qala bilər. Bunu bilənlərdən soruşmaq ki, bu məsələlər başa çıxır, anlayışı var. Onlar yönəldəcək. Təbii ki, avam adam, yəni bilməyən adam, bu məsələdə elmi olmayan adamlar, onlar üçün çətindir. Məsələn, götür hətta məzhəbi. Bu məzhəb belə deyir, bu məzhəb belə, bu məzhəb belə, bu məzhəb belə. Yəni, sırava adam bunların hansının dəqiq olmağını əlbəttə bilməyəcək. Bunu bilmək üçün elm lazımdır. Sən bütün o qövülləri, o alimlərin qövüllərin, onların hər tərəfin dəlillərini öyrənməlisən. Hər adam bunu bilmir axı. Onu bilənlərdən soruşub o cür həll eləmək. Vəssalam.